Hər kəsə salam, mən Ramal Əvlov. Kimə gəldi? Gözünüz. Hər kəsə salam, mən Ramal Əvlov. 11-ci sinif şagirdiyəm. 1 ildir Elnur müəllimin yanına gəlirəm. Mən SAT məhsdən 790 bal toplamışam və bir də Maths Challenge-dan ikinci yerim var. Bu gün sizlərə öz məsləhətlərimi, sizə faydalı olacaq məsləhətlərimi bölüşmək istəyirəm. Birincisi, yuxu rejiminə fikir verin. Yuxu rejimi çox önəmlidir. Vaxtında yatın, durun və əgər gün ərzində günün istənilən vaxtı anidən bir yuxunuz gəlsə, əlinizdəki işi saxlayın, gedin yarım saat, 40 dəqiqə uzanın. Bu sizə çox yaxşı təsir eləyəcək. Durandan sonra siz özünüzü daha gümrah hiss eləyəcəksiniz və effektivliyi də bu çoxaldır. Daha sonra dərs edən zaman əgər birdən dərs oxumağa həvəsiniz ölsə, keyfiniz oxumağa həvəsiniz olmasa, durun 5-10 dəqiqə fırlanın, çay için, gəzin, eləyin, başınızı qatın, sonra təzədən qayıdın dərsə. Bu da sizə çox yaxşı təsir eləyəcək. Çünki həvəsiniz olmadığı vaxtda siz dərs eləyəndə effektivlik az olur. Siz diqqətinizi dərsə vermək istəmirsiniz. Daha sonra riyazi bazanızın yaxşı olması vacibdir. Çünki siz Elnur müəllimin dərslərini daha yaxşı başa düşmək üçün, onu daha tez mənimsəmək üçün riyazi bazanız yaxşı olmalıdır. Və riyazi bazanız yaxşı olanda siz hər hansı bir imtahanda və yaxud da testdə təzə növ tip sual qarşınıza çıxanda siz onu çətinlik çəkmədən işləyə bilərsiniz. Daha sonra sualları oxuyarkən baxmayaraq ki, asan sualdır, tələsməyin, tez-tez eləməyə cəhd eləməyin.